Ondan addım gözləyirsən. Gəl baxaq, addım atacaqmı? Barışıq olacaqmı? Nə üçün addım atmır, səbəbi nədir? Gəl buna baxaq. Fikrindəki insan hazırki zamanda özü hansı enerjidədir? Hansı enerjidədir? Oy. Özü bir kəskin qərar veribdir. Öz fikirlərinə, öz doğrularına inanan, yalnız öz doğrularını qəbul etmiş bir insan olaraq deyir ki, mən haqlıyam, mən düzəm, mən bir qərar vermişəm, amma biraz içində qorxu var. Yəni, öz aləmində deyir ki, tutaq ki, mən düzəm, mən düzgünəm, mən doğru qərar vermişəm, amma sonra belə bir sual gəlir. Görəsən, vermişəmmi qərar? Görəsən, düzgündürmü? Yəni, belə deyim, göstəriş olaraq özünü haqlı göstərməyi istəyən, amma içində daima şübhələr olan bir insan var bu dəqiqə. Gəl baxaq, sənə qarşı hansı enerjidədir? Sənə qarşı hansı enerjidədir? Fikrindəki insan sənə qarşı hansı enerjidədir? Bu dəqiqə sənə qarşı bir blöf eləyir. Sanki, belə deyim də, sənə qarşı öz istəyini, fikirlərini kontrolda saxlayıb, sənə sərgilədiyi şey odur ki, mən soyuğam, mən bitirmişəm, məni itirmisən, amma inan ki, bu sadəcə bir manipulyasiya növüdür. Çünki bu insan səni manipulyasiya edir sadəcə. Səndə qorxu yaratmaq və yaxud da ki, səndən addım gözləmək üçün elədiyi, bildiyi bütün manipulyasiyaları sərgiləyən bir insan var burada. Gəl baxaq, amma özü də qorxur, özü də qorxu içindədir ki, görəsən doğrudan da, yəni, görəsən o addım atacaqmı, görəsən bu manipulyasiya təsir eləyəcəkmi? Bax, belə bir oyun oynayır özü üçün. Gəl baxaq, ümumiyyətlə, həqiqətən də səninlə bitirmək istəyirmi? Həqiqətən də, yəni, sənə tutaq ki, deyibdir ki, bitdi, məni itirdin və s. İstəmirəm və s. Həqiqətən də səninlə bitirmək istəyirmi münasibəti? Həqiqətən də münasibəti bitirməyi düşünürmü, istəyirmi? Yox, həqiqətən münasibəti bitirməyi istəmir. Sadəcə olaraq, elə bil ki, qarşı tərəfdən addım gözləyir ki, bax, məni itirirsən, sən mənim üçün mübarizə aparmalısan, sən mənim üçün mücadilə aparmalısan. Bax, belə bir şey var burada. Okey, gəl baxaq. Münasibətinizlə əlaqədar konkret olaraq nə qərar veribdir? Gəl belə baxaq. Münasibətinizlə əlaqədar nə qərar verib? Hansı qərar verib? Münasibətinizlə əlaqədar hansı qərar verib? Hansı qərar verib? Münasibətinizlə əlaqədar heç bir qərar verməyibdir. Sadəcə geri çəkilib, özü üçün, öz mağarasına çəkilib və gözləyir ki, sən təşvişə düşəsən, sən əl-ayağa düşəsən, sən buna nə bilim, belə sevgi sərgiləyəsən. Sən buna elədiyin səhvlərə görə, eləmədiyin səhvlərə görə də üzr istəyəsən və nə bilim addım atasan. Bunu gözləyir. Çox maraqlı insandır. Gəl baxaq. Gəl belə baxaq. Özü sənə addım atmaq istəyirmi? Əlaqə saxlamaq istəyirmi? Özü səninlə əlaqə saxlamaq, sənə doğru addım atmaq istəyirmi? Özünün ürəyi partlayır addım atmaq üçün, prosto özünü zorla saxlayıbdır. Bax, belə bir şey var. Yəni, özü deyir ki, yox, sən addım atma. Yəni, özü özünə belə təsəlli verir ki, sən addım atsan itirəcəksən, sən haqlısan, qoy addım atsın, qoy səni itirdiyini görürsün, qoy mübarizə aparsın. Yəni, öz-özünü kontrolda saxlayır addım atmamaq üçün. Amma, gəl baxaq, səndən maraqlanırmı və səni izləyirmi? Bəs, tamam, səni izləyirmi? Səndən maraqlanırmı bu insan? Gizlincə izləmək enerjisi var. Yəni, hardansa illaki bir yol tapıb izləyə bilər. Çünki gizlin izləmə enerjisi var. Okey, gəl belə baxaq. Niyə addım atmır? Yenə baxaq, düzdür, bilirik ki, niyə addım atmır? Bu sual dəxilsizdir, amma yenə baxaq. Niyə addım atmır? Niyə addım atmır? Yenə də, yəni addım atmır çünki özü düşünür ki, mən addım atsam mən səhv olduğumu qəbullanacam, ona görə də mən addım atmıram. Gəl belə baxaq, bəs səndən hansı addım gözləyir? Səndən gözləntisi nədir? Bu durumda səndən hansı addım gözləyir? Bu durumda səndən hansı addım gözləyir? Düzdür, bayaq özüm cavab vermişəm bunlara, bayaq ki açılım, yəni bayaq əvvəlki sıralarda buna cavab gəlir, amma yenə də yəni baxaq da, baxarıq da özümüz üçün.
səndən hansısa bir addım gözləyirmi? Sən özündən addım gözləyir ki, sən addım atasan, sən peşmançılıq göstərəsən. Yaxşı, gəl belə baxaq, tutaq ki, sən addım atsan, özü sırazı barışacaqmı? Sən ona addım atsan, həmin anda barışacaqmı sənlə? Sən ona addım atsan, həmin anda barışacaqmı? Ya, inan ki, sən addım atsan, çox sevinəcək, barışmaq istəyəcək. Biraz özünü naza qoyacaq, biraz. İstəyəcək biraz uzadasan, amma çox belə uzatmaqdan da qorxacaq ki, birdən heç addım atmarsan. Ona görə yəni barışıq ola bilər. Biraz özünü naza çəkəcək, barışacaq. Yaxşı, gəl belə baxaq. Sən heç bir şəkildə addım atmısan. Özü sənə addım atacaqmı? Özü sənə addım atacaqmı? Sən tamamilə geri çəkilsən. Özü sənə addım atacaqmı? Tamamilə geri çəkilsən, bəli, öz addım atacaq, bir bəhanə ilə atacaq, amma yəni direkt salam, səhvin başa düşmüşəm, barışaq deyil də, güya nəsə soruşur, güya dolayısı yolla nəylənsə maraqlanır, yəni bir yalanla olacaq da onun addımı. Güya nəylənsə maraqlanır, yəni dava da deyil. Eləsi var ki, bəzən burada çıxır ki, dava eləyəcək, yox, yəni hətta belə bir şey də elə bilər ki, sanki heç bir şey olmamış kimi və yaxud da ki, nəysə, yəni maraqlanacaq. Baxıram, bu ayın sonuna kimi özü sənə addım atacaqmı? Bu ayın sonuna kimi özü sənə addım atacaqmı? Hə, bu ayın sonuna kimi özü ürəyi partlayacaq, ürəyi yatacaq, sənə addım atacaq. O sənə addım atanda çox isti bir gün olacaq. Yəni, ola bilsin ki, gündüz vaxtı oldu. Hər nədirsə, özündən sənə addım var. Gəl baxaq, barışıq olacaqmı? Onunla barışıq olacaqmı? Fikrindəki insanla barışıq olacaqmı? Münasibətiniz bərpa olacaqmı? Barışıq da olacaq, münasibətiniz bərpa da olacaq. Yəni, narahat olma. Prosta bu dəqiqə o bir oyun oynayır, o oyunda da özü oyuna düşəcək. Belə, bu qədər aldım, qəbul edildim. Yaz ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.